15-ci fəsil. Mənəvi mədəniyyət və əxlaq anlayışı. Subyektiv əxlaqdan universal şuur səviyyəsinə. İnsan cəmiyyətlərində yaxşı və pis, doğru və yanlış anlayışları əsrlər boyu formalaşmış və müxtəlif qaydalar sistemi kimi qəbul edilmişdir. Lakin bu anlayışlar dərin şəkildə analiz edildikdə aydın olur ki, onların böyük hissəsi obyektiv deyil, subyektiv xarakter daşıyır. İnsan əxlaqı çox vaxt yaşadığı coğrafiya, aid olduğu cəmiyyət, qəbul etdiyi inanc sistemi və formalaşdığı mədəni mühit tərəfindən müəyyən olunur. Bu səbəbdən bir cəmiyyətdə doğru hesab edilən davranış başqa bir mühitdə qəbul olunmaya bilər. Bu isə mühüm nəticəyə gətirir. Əxlaq sabit və dəyişməz qanun deyil, o dəyişən sosial konstruksiyadır. Mədəniyyətin nisbi xarakteri. Eyni nisbi yanaşma mədəniyyət anlayışına da aiddir. İnsan çox vaxt mədəniyyəti davranış forması, danışıq tərzi və sosial uyğunlaşma kimi qəbul edir. Lakin bu xüsusiyyətlər zamanla dəyişir, mühitə uyğunlaşır və texnologiyanın inkişafı ilə transformasiya olunur. Bu baxımdan müasirlik və ya texnoloji inkişaf mədəniyyətin dərinləşməsi anlamına gəlmir. İnsan texniki baxımdan inkişaf edə bilər, lakin bu onun mənəvi səviyyəsinin də yüksəldiyini göstərmir. Mənəvi mədəniyyətin əsl mahiyyəti. Bu nöqtədə müəllifin təqdim etdiyi yanaşma fərqli istiqamət göstərir. Mənəvi mədəniyyət sosial konstruksiya deyil, o, insanın daxilində mövcud olan fundamental sistemdir. Bu sistem genetik və psixoloji səviyyədə mövcuddur. Şuur və hisslər vasitəsilə aktivləşir və birbaşa VM ilə əlaqə yaradır. Bu baxımdan mənəvi mədəniyyət nə dinə, nə millətə, nə də ənənəyə bağlıdır. O, insanın mahiyyətindən doğan universal keyfiyyətdir. Mənəvi keyfiyyətlərin təzahürü. İnsanın mənəvi səviyyəsi onun davranışında və münasibətlərində özünü göstərir. Sevgi, mərhəmət, anlayış, dəyər vermə və fərqliliyə hörmət kimi xüsusiyyətlər bu daxili sistemin aktiv olduğunu göstərir. Bu keyfiyyətlər öyrədilə bilər, lakin zorla formalaşdırıla bilməz. Onlar insanın daxilində mövcuddur və şuurun səviyyəsinə uyğun olaraq üzə çıxır. Bu səbəbdən insan yüksək biliyə və ya sosial statusa sahib ola bilər, lakin buna baxmayaraq mənəvi baxımdan inkişaf etməmiş qala bilər. Ego və mənəvi gerilik. İnsanın mənəvi inkişafına mane olan əsas amillərdən biri egodur. Ego, insanın özünü üstün görməsi, fərqliliyi qəbul etməməsi və başqalarını dəyərsizləşdirməsi ilə xarakterizə olunur. İrq, din və ya həyat tərzinə görə insanları ayırmaq və qiymətləndirmək bu düşüncə formasının nəticəsidir. Belə yanaşma insanın nə qədər savadlı və ya güclü olmasından asılı olmayaraq, onun mənəvi səviyyəsinin aşağı olduğunu göstərir. Hisslər və şuurun istiqaməti. Mənəvi mədəniyyətin əsas mexanizmi hisslərdir. İnsan sevgi, mərhəmət və anlayış kimi hisslərlə hərəkət etdikdə şuur fərqli istiqamətdə fəaliyyət göstərir. Əksinə, nifrət, kin və aqressiya kimi hisslər şuuru daraldır və onu fərqli istiqamətə yönəldir. Bu isə göstərir ki, hisslər yalnız emosional vəziyyət deyil, onlar şuurun fəaliyyət istiqamətini müəyyən edən əsas faktorlardır. VM və rezonans prinsipi. Bu nöqtədə VM konsepsiyası mənəvi mədəniyyəti daha dərin səviyyədə izah edir. Bu yanaşmaya görə şuur müəyyən tezlikdə fəaliyyət göstərir və hisslər bu tezliyi dəyişir. Bu tezlik isə VM ilə rezonans yaradır. İnsan mənəvi baxımdan inkişaf etdikcə, onun şuuru daha harmonik rezonans vəziyyətinə keçir. Əks halda isə disharmoniya yaranır. Bu rezonans insanın düşüncəsinə, qərarlarına və davranışına birbaşa təsir edir. Xeyir və şərin yeni izahı. Bu baxımdan xeyir və şər anlayışları yalnız dini kateqoriyalar kimi deyil, daha dərin sistemin nəticəsi kimi başa düşülə bilər. Müsbət hisslər şuurun genişlənməsinə və harmonik vəziyyətə səbəb olur. Mənfi hisslər isə şuurun daralmasına və daxili balansın pozulmasına gətirib çıxarır. Dinlər bu prosesi simvolik və hekayəvi dillə izah etmişdir. Lakin mahiyyət etibarilə bu şuur və enerji əlaqəsinin nəticəsidir. İnsanın həqiqi dəyəri. İnsanın dəyəri onun biliyi, statusu və ya maddi imkanları ilə ölçülmür. Onun həqiqi dəyəri digər varlıqlara münasibəti ilə müəyyən olunur. Bu yanaşma etik sistemi köklü şəkildə dəyişir və insanı daxili inkişaf istiqamətinə yönəldir.
Fəlsəfi nəticə. Bu başlıqdan çıxan əsas nəticə aydındır. Əxlaq nisbi anlayışdır. Mədəniyyət dəyişkəndir. Lakin mənəvi mədəniyyət daxili və universal sistemdir. Bu sistem insanın həqiqi inkişaf meyarını müəyyən edir. Nəticə. İnsan cəmiyyətləri qaydalar yaradır. Dinlər sistemlər qurur. Fəlsəfi anlayışları izah edir. Lakin bütün bu strukturların arxasında daha dərin reallıq mövcuddur. Bu reallıq insanın mənəvi mədəniyyətidir. Onun şuurunun və hisslərinin VEM ilə necə rezonans qurduğunun nəticəsi. Bu baxış yaxşı və pisi yenidən izah edir. Əxlaqı subyektiv çərçivədən çıxarır və insan inkişafını daxili sistemə bağlayır. Kanalı izləyin və videonu bəyənin ki, sizə daha çox maraqlı video təqdim edə bilim.